yazılmış bir hikaye kimi gələ bilər çoxlarına, ancaq bu yaşanmış və yaşamağa davam edəcək iki insanın sevgi yoludur. Bəli, bu bir həqiqətdir. Onlar birbirindən uzaq olsalar da, sevgileriyle herkese en başlıca da birbirine olan sevgilerini ve hürmetlerini sübut ediblər. Neçə insanlar onların sevgisinden, birbirine olan bağlılıklarından danışır, videolar, şəkillər, qeydlər paylaşılır. Əlbəttə bu yolda çətinliklər də olur, amma heç vaxt təslim olmamalı. Bəzi insanlar onlardan öyrənib və sevgi sərhəd tanımır. Bunu dəfələrlə sübut ediblər və edəcəklər. Hər görüş günündə birbirini qucaqlayıb bilməmələri, ürəklərində olan deyə bilmədikləri sözlər və birbirinin əlini tuta bilməmələri onları daha da darıxdırır. Bir gün qovuşacaqsınız və tezliklə o gün çox yaxında olacaq. Çox insanlara siz göstərdiniz ki, sevgi var və olacaq. Sadəcə təmiz qəlbdən sevmək lazımdır. Məsafələr olsa belə, sizin sevginiz hər dəfə çətinliklərin öhdəsindən gəlir və indi də gələcək. Bu ən çətin vaxtda sizin gücünüz, səbriniz bu çətinliyi aşacaq qədər güclüdür. Bir gün istədiyiniz həyat yaşayacaqsınız birlikdə. Övladlarınıza danışacağınız çox gözəl günlər hələ sizi gözləyir. Xoşbəxt olmaq bəzən çətindir, ancaq mümkünsüz deyil. Bunu siz dəfələrlə göstərmişsiniz. Tezliklə bir-birinizə qovuşmaq dileğiyle Rövşən və Aytaç. Sen bu şehir Xəzəri, sen Tanrının benim üçün əsəri, sen benim dünyamın tək günəşi, sevgilim. Mən Bakı, sen bu şehir Xəzəri, sen Tanrının benim üçün əsəri, sen benim dünyamın tək günəşi, sevgilim. Senin için bütün dünyanı gezdim, yolunda qəti yorulan